Hər kəsə salam. Keçən həftə keçirilən informatika müəllimlərinin sertifikasiya imtahanında bildiyimiz kimi 2 dəfə keçirilib. Kəsilən müəllimlər üçün və bu il imtahan verən müəllimlər üçün. Olan sualların əsasında yeni suallar yazdım. Çünki müəlliflik hüquqları və sair kimi məsələlərlə bağlı problemlərlə rastlaşmamaq üçün. Və bunların yazılmasında da biraz vaxtlar getdi. Çünki müdavimlərin yadında qalan suallar ola bilər, kendi biraz xətalar olsun və s. və axır. Həmçinin sayta yerləşdirilməsi, onun düzgün şəkildə görünməsi, məsəl üçün yoxlayanda bizim özümüzün xətaları və s. və axır. İnşallah burada xəta qalmayıb. Bacardığım qədər düzəldə gəlmişəm. Mənim özümün biraz problemlərlə əlaqədar. Gecə artıq 01:18-dir. Təəssüflər olsun ki, işte xoş olmayan bir imtahan izahından sonra bunu çəkirəm. Və burada əsas göstərməyə çalışacağım olacaq ki, bundan əvvəl mənim verdiyim sınaqla bunun uyğunluq payı nə qədərdir, oxşar suallar nə qədərdir. Hətta demək olar birəbir eyni suallar düşür. Demək olar dediyim də bu, necə deyərlər, cüzi rəqəm fərqləri, ədəd fərqləri ola bilər, amma məntiqli qalır, izah edirəm. Birinci sualla başlayaq. Tələb olunan budur ki, 14 və 3 daxil olunur. X bərabərdir 14-dir, Y bərabərdir 3-dür. Səhv eləməmsə, orada cavabın nöqtəli çıxma söhbəti var idi. Variantlarda çaşdırıcı amillər çox idi, amma mən yerləşdirmədim o nöqtəli olmayan cavabları ki, baş qarışdırmayayım. Öz sınavımda da elə eləmişdim və dayanmadan qeyd elədiyim məqam bu idi. Diqqətli olun. Əgər sizdə 2 bölmə, yəni slashdan söhbət yoxdursa da, onda cavab nöqtəli çıxacaq, əgər integer çevirmə əməliyyatı icra eləmirsinizsə. Burada yazılanı ümumi olaraq yazarıq. 14, 3, üstə gəlmiş, 27, 3, çıxılmış, 14, bizdə 4. Gəlin ardıcıl baxaq. Birinci bu əməl yerinə yetirilir. Buradan 27-ni alırsınız. Soldan sağa prinsipinə gedir, yəni böyük əməl budur onsuz da. Buradan cavabı 4 alırıq, üstə gəlir. Buradan alırıq 1.0, çıxılmış, buradan alırıq 2. Avtomatik olaraq 5-dən biz 2-ni çıxanda 3.0 alırıq və bu da bizdə B variantı olur. Keçdiyi növbəti yoxda. Diqqətli olun buradakı nöqtə var deyə cavab da nöqtəli çıxır. Unutmayın. Bu tip bir sual var idi. Bəsit bir sualdır. Amma maksimum dərəcədə geniş yazacağım burada. Qüvvət əməliyyatlarını icra edəcəyik onsuz da. X üstündə 1, üstə gəlmiş 6 olmuş, X üstündə 0. Müəllimlər bəzən belə baxanda fikirləşirlər ki, nəyə görə bunu eləyə bilirik? Onsuz da burada 8 də olsa eyni şey eləyəcəyik. Deməli, icazəli bir əməliyyat. Qüvvət üstü 1-dirsə də özünü qaytarır. 0-dırsa da 1-i qaytarır. 1-i nəyə vursanız özü qaytarır. İndi bax, bunun yerinə deməli bunu yaza bilərmişəm. Deməli, mənim bu dəyərim birəbir buna bərabər imişsə, X dəyərim 23-ə bərabər. O da Y variantında. Keçdi növbəti sual. Deyir ki, vektor qrafikasının əsas obyektini seçin. Orada raster qrafikasını vermişdi. Raster qrafikasında bildiyimiz kimi pikseldir. Burada amma xətdir, line olaraq keçir. Kompüter sistem bloku daxilində. Burada sistem bloku olmaya da bilər ümumiyyətcə. Yerləşən əsas daxili yaddaş qruplarını müəyyən edin. Belə bir dənə vəziyyət var ki, sistem bloku daxilində yazırsa, sual da qəşəngdə yazmaq olardı. SSD və sayata qoymaq olardı burada. Amma daxili yaddaş sözündə artıq çaşdıracaq. Məsələn, variantlarda mən ona getmədim. Sistem bloku daxilində sözünə görə belə bir variant da qoya bilərdim. SSD yazardım bura, BHDD yazardım. Bir də bura RAM yazardım. Yazma. Niyə? Çünki avtomatik olaraq üçün də sistem bloku daxilini görmə ehtimalı var deyə bilsin. Daxili yaddaş qrupusu məsələsinə qarışır. İşte bu daha uzun bir mövzudur, amma RAM, ROM, cache bildiyiniz kimi bir də ola bilər ki, indi düşmür. Amma qıraqda yadda saxlayın ki, register deyilən bir yaddaş deyil əslində qalan, amma demin kitabında və s. aralarda keçir. Belə bir yaddaş mexanizmi var. Gəldik bura. Web səhifədə koordinat əlavə etmək üçün bizdə ankardan istifadə etməliyik. Ya cavab B-dir, ya C-dir, ya da ki Y-dir. Sonra bizdə H referans gerekir, P referansdan istifadə edirik. Onu götürürük. Qalır bizdə B variantı. Gəldik bura. Alplogo proqram mühitində düzgün altı bucaqların çəkilməsi üçün bilirsiniz ki, burada başı bu vəziyyətdədir bağlanın. Bağa, yəni çısbağadan söhbət edir. Və məsələ burasındadır ki, orada səhv eləmirəmsə 12 bucaqlı idi və səhv eləmirəmsə yenə mən sınaqda 12 bucaqlı salmışdım. Oxşar suallar gedim onsuz imtahanlara, kəsilənlərə də və ümumi olaraq bu il imtahan verənlərə də. Demək olar ki, bu məntiq
elə də çətin deyil. Orada nə demişdik? İstidən altı bucağı tələb olunursa, fırlanma üçün o çöl bucağı həmişə 360 dərəcədir. Birinci tapırız ki, bir dəfə dönməsinə bunun 60 dərəcə gedilmiş. Yəni bu, amma birinci burada irəli gəldiyinə görə sənin o birinci qabağa gedib, sonra dönməyə çalışır. Onsuz da 60 dərəcəni bu şəkildə biz birinci döndərsə, döndərdən sonra bir də irəli gedir. Məsələ burasındadır ki, baxın, bir dəfə getsə, bir dənə xətt çəkəcəyik. Bizə 6 dənə xətt lazımdır, bunu 6 dəfə təkrarlatmalıyıq. Deməli, x dəyərimiz 6-dır, amma döngü dəyərimiz sağa və ya sola fərq eləmir. İndi bu istiqamətə çəkdik. Belə də 6 bucağı çəkdik mümkündür. Amma bizim y dəyərimiz olacaq neçə? 60. Bu indi irəli verir. Bu, məsələn, geri də ola bilər və s. və laxır. Yəni, ümumi olaraq məntiqi başa düşsəz gedəcək. İndi gəldik bura. Deyir ki, fiziki şəbəkə texnologiyalarını müəyyən edin. Fiziki də yəni burada kabel vasitəsindən söhbət gedir. Simli və simsiz olaraq gedir. Yəni bu simli şəbəkədən söhbət gedir. İndi nə edəcəyik? 1. Bizdə fiber optik kabel olduğuna görə götürürük. 2. Bizdə Wi-Fi simsiz şəbəkə texnologiyası götürmürük. Koaksial kabel, o köhnə crossunu. Köhnə deyəndə bəziləri hələ də işlədir. Bizim evdə heç yoxdur. Koaksial hətta internet ötürməsi üçün istifadə oluna bilər antenadan gələni. Yəni cross antenasından gələn kabeldir. Bluetooth simsizdir. Vurulmuş cür twisted pair olaraq keçir. Bu da bizdə. Kabeldə Wi-Fi bildiyimiz kimi artıq Wi-Fi kimi də sadəcə işıq ötürməsi ilə. Keçdik 8-ci sualda. 8-ci sual əslində şifahi sualdır. Modelləri müəyyən edin. Dərsliyə görə Globus'da onun üstündə ciddi mübahisə eləyərəm mən. Kompüterin iş prinsiplərini göstərən sxem. Bu qabağı boş şey. Sxemdən söhbət gəlirsə, normalda bunu onsudakı maddi yox, informasiya modeli olaraq qəbul edəcəksiniz. Uşaq oyuncağı, yəqin ki, uşağın oyuncağının olmağına asılı olmayaraq, real maşının əsasında, prototipin əsasında olmuş bir analogiyadır. Bu da bizdə 3 buradadır. Cədvəl, bildiyimiz kimi bu da informasiya modelidir. Maneken, dərsliyin özündə də var. 1, 3, 5, bizdə S variantı. Keçdiyi növbətiyə. Maneken, yəni belə deyək də, model yox da manekenden söhbət gedir burada. Paltar üstünə geyilmiş, cansız bir plastik mi olsun, nəsə olsun bir quruluşdur da. İnformasiya həcmi olan fayl klasır ölçüsü olan display neçə klasır yer tutar. Yəni birinci, hətta bunu ixtisar eləməklə də eləmək olar. Mən bunu ixtisarla aparacağım ki, mənə daha rahat olsun. Burada 2 qalsa 1, 0, 2, 5 qalır. Bildiyimiz kimi, yəni 1024 2-yə tam bölünür. Tamam. Bölünsəydi, burada alacaqdıq 512, geridə qalacaqdı 2-də 1 burada. Deməli 512 etməyib ki, yarım artığı da, onsuz da bizdə yarım klassda işlədə bilmirik deyə. Yəni bu əslində qaldı belədir. 512 üstə gəlmiş 1 bölünmüş 2. Yəni başa düşün, 512 yetməyib. Əlavə nəyəsə də ehtiyac duyur. Demək 513 cavab. Burada sale funksiyonu izah eləməyəcəm ki, bəzilərin beyni qarışmasın. Uyğunluğu müəyyən edin. Sistem proqram təminatı. Bildiyimiz kimi orada əməliyyat sistemləri var və xidməti proqramlar var. Əlavə olaraq bəzi proqramlar da daha çəkilir. Diskılnaq və s. və laxır. Burada onları verməmişəm, amma orada da əməliyyat sistemlərlə bağlı suallar da var idi onsuz. Burada Linux-u götürəcəyik. Bir də burada DNI. Əslində Linux əməliyyat sistemi deyil, amma olsun. Deməli, AD olan variant bir dənə qalıb deyə uzatmadan gedə bilərsiniz. Variantları da o şəkildə qoymuş. Sən tətbiqi proqramda elə bir ikinci dəfə yoxlayasınız ki, B həqiqətən mi tətbiqi proqramdır? S-yə sizdə həqiqətən mi proqramlaşdırma edilir? Delphi ola bilər dərslikdə yoxdur, onu dəyişərəm mən. Yazılanda o qədər fikir verməmişdim, indi fikir verdim ki, məncə Basic Pascal'dan öyrənəm. Amma ola bilsin ki, var, mən dərsliyi çox dərinə baxmamışam deyə. Ola bilsin ki, var. Əmin deyil. İndi baxanda düşünürüm. Salamat ilə Pascal'la da əvəzləmək olar, onsuz da Delphi-də Objective Pascal üstünə. Əməliyyat sistemlərini müəyyən edin. Yəni, səsə və sair görüntüyə baxım ki, gediş normaldır. Əla 9-cu dəqiqə 20-ci saniyədəyik. Source, ADMixer da buradadır. Səs də normal. Əməliyyat sistemlərini müəyyən edin. MacOS əməliyyat sistemidir. Dərslikdə bu formatda yazılıb bu, bilməm, amma mən belə yazdım. Linux dərslikdə adı var deyə yazmışam. Bir də Windows 11, qəsdən 11 yazmışam bura ki. Windows deyil əməliyyat sistemi aslında. 1.3.5 gəldi. Ubuntu'nun adı var mı dərslikdə, onu bilmədim deyə salmadım. Orada səhvəmiz 40 neçə ilə idi və bu sualların içərisində diqqətlə baxsaq, mənim sınağımda
Yəni çox oxşar suallar var onsuz da. Yəni elə çətin deyil bura qədər gələndə. Digər verilən x ədədi üçün y funksiyasının qiymətini hesablayan alqoritmin növünü müəyyən edin. Bu tip sual var idi. Bizdə 0-dan idi. Orada səhvimizə 40 neçə ilə idi. Mən burada 5-dən qoymuşam. Nəsə qabağında yazılmışdı da. Və bu budaqlanan sistem. Bundan əvvəlkində də var idi. Yəni keçən ilin imtahanında da belə bir şey var idi ki, bu nə tipdə? Yəni sertifikasiya də çətin deyil. Bura baxın, düzgün olmayan IP ünvanları. Bu tip bir sual bizdə də var idi. IP ünvanları ilə bağlı. Orada da demişdim ki, 0255 tam ədədlər parçasında elementlər olmalıdır ki, hansı oktetlərdən söhbət gedir. Yəni 4 dənə hissə olmalıdır, yəni 3 dənə nöqtə olmalıdır. 1, 2, 3 dənə nöqtə var, amma 350 korluyur, 300 korluyur burada vəziyyət. Deməli, birlər ola bilməz. 2 variantlar arasında qalmışam. 2 düzsə götürəcəm. 1, 2, 3 var və görürsünüz ki, uyğun gəlir. İndi 3-ə baxın. Görəsiniz ki, 1, 2, 3 uyğun gəlir. Ola bilər ki, nöqtənin birini artıq qoyub, artıq 5 hissəli olacaq onda. Və 4-ə baxın bir dənə. Görürsünüz ki, 0255 parçasında gedib gəlir. Tamam, indi kimsə burada başqa şeylər də deyə bilər ki, rezervdə olan ola bilər, lokal ola bilər. Bilirsiniz ki, 127.001 lokaldır ya da ki 0001 çox mühüm 0001 hə. Belə bir şeylər, yəni rezerv, broadcasting və s. baxırıq. Dərinə getmirlər onsuz yəni. Unicode standartında kodlaşdırılmış lüks fəvvarələr ifadəsinin informasiya həcmini bitdən müəyyən edin. Biraz belə yorucu bir sualdır və normalda mən də bezirəm. Amma düşürəm sual. 4 dənə buradan hərfimiz var. Buradan 4 dənə üstə gəl, 1, üstə gəl, boşluğu nəzərə alır. Və səhv eləmirəmsə, o sualda yazılmamışdı bu hissə. Mənim elə yadımda qalıb, mən bunu özümə əlavə edirəm. Deməli, 2, o da deyəsən belə seçmək mümkündür imtahanda. Bizim imtahan sistemini əgər siz yoxlayırsınızsa da, görəcəksiniz ki, onsuz da ki, sertifikasiyadan keçən müəllimlərimi deyirəm ki, bunu özlərində yoxlayıblar. O da çox yaxın bir prinsipdir, rahatdır özdə. Hətta mən deyərdim, bu daha rahat. Deməli, burada 2, qoy, üst seçək. 2, mouse'u keçək. 2, 4, 6, 8 və 10. Əgər düz saydımsa. O zaman bizim əlimizdə var 11. 11 dənə simvolumuz. 11 simvolumuz varsa, əgər 16 bitdən söhbət gedirsə, hər simvolun kodlaşdırılması, bunu buranın üstə 176 eləyəcək. Cavab variantlarında yox, yəqin ki, səhv saymışam. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15 imişəm. Hə, düz səhv cəmləmişəm. 15. İndi burada 16-nı, bilirsiniz ki 16 bitdir, yəni 2 baytdır bir simvol indi burada 16 bitdir. 15-ə vuranda mən normalda kalkulyator üsulunda belə edirəm. Bunun özü bizdə 2 vurmuş 8 deməkdir. Bu da 30 eləyir. 8 vurmuş 30-dan 240 alır. İndi səhv elədim. Bu vurma toplama bölmə çıxmamayan başımı oynatacaq. Bitlə müəyyən edin. Əgər səhvim yoxsa bunu işarə eləyərəm. Bir dəfə də yoxlayacağım, ondan sonraki getsin. Deməli, bizdə lüks, hani yazım, lüks, burada bir boşluğum var. Fəvvarələr. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15. Yox, məndə də xəttəm. Deməli, bunun üstündə işləyərik uşaq. Üstündə işləyərik. Yüngül var, bəzi problemlərimiz var burada. Onu düzəldəcək. Görsən, nədə xətt eləmişəm. Bu 256 varsa, yəqin ki, cavab olacaq. Bunu özümdə qeyd eləyərəm. Yəqin mən başdan bunu yazanda simvolun birini artıq saymışam. Lüks fəvvarələri olmuş ola bilər. Mənim yadımda elə yazmışdım. Boşluq nəzərə alın. Lüks fəvvarələrinə sağlamda elə bir şey var. Ona görə bir getdim gəldim. Nəfəsli 16 simvol idi. Mən yazanda elə fikirləşmişdim. Gəldik bura. Onu düzəldirəm sonra. Olsun insanlıq halda hamı başına gəlir. Yəqin səhv saymışam başdan. Sezar şifrə ilə K2 ilə deyir ki, olan ilkin sözü müəyyən edin. İlkin dediyinə görə, yəni bu istiqamətdə gəlibsə, bu istiqamətdə qaydırıq. B-dən qaydırıqsa da 1, 2, T-deymiş bu. Belə bilirəm. Yəni bu T ilə başlayan bir dənə söz olmalıdır, B olacaq.
Keçdik növbətiyə. 2 dənə sualı özüm belə qoydum, düzələcəyəm. Python ilə yazılmış proqramın nəticəsini müəyyən edin. Yəni bəsit bir sualdır. Burada nöqtə olmayacaq, çünki bir dənə bölmədən istifadə olunan bir yer yox. Vəziyyət nədir? C dəyişəni bizə deyir ki, 45-in 7-yə bölünməsini götür, 6 eləyəcək. D dəyişəni deyir ki, 45-in 7-yə qalığını götür və 3 eləməlidir. Bizdən tələb olunan bu ikisinin cəmi 9 eləməlidir. O da eləyir B variantı. Oxşar bir sual, onsuz da ki, bu bəsitdir. Yəni bunu da mənim sınağımda var idi, kimsə deyib deməməyin bir mənası yox. Bu dərəcədə bəsit bir şey. Kitabını da bilməsi imtahana girməsində də. Həqiqətən deyəm. Onu da bilmirsə girməsin. Onluq sayı sistemində verilmiş, ədədin 16-lıq sayı sistemində təsvir edin. Bu tip bir sual bizdə var idi. Bunu yazanda biz nə edəcəyik? Bax, 204 böləndə tam hissəni bura yazın. Tam hissəni yazanda bu 3 dəfədir. Qalığı bura yazın. Qalığı da 1. Niyə? Çünki onsuz da belə bir dənə məntiq var. Bu belə olanda A üstünə B vurulmuş C. Əgər mötərizə varsa. İndi baxın. A üstündə 1 D dəyəri olsun. Vurulmuş A üstündə B vurulmuş C olsun. Belə eləyəndə biz nə edirik? A üstündə B vurulmuş C üstə gəlmiş D edirik. Həqiqətən, yəni B-yə böləndə aldığım natamam qismət və qalıq məntiqinə dönür. Burada da elə 4-ü çavurub üstünə 1 gəlir. İndi gözəlliyə bir dənə baxın. 2 vurulmuş dedik, üstü 1 olanda bizdə özünü qaytarır. 16 üstü 3 eləyir. Bunun mənə verdiyi üstünlüyünə. Biz bilirdik axı, dedik ki, 16-lıqda açanda 0, 1, 2, 3-dən aça bilirdik, düzdür. Bu deyir ki, 3-ün aşağısında 2 var. O birlər görünmürsə, bunlar da 0. Bu bunu deyilmiş. Və də bəsit. Yəni o ədədi tap, böl və s. Axırı 4096-ı 8192 eləyəcək yəqin ki, o ədədi 16-lığa çevirməsi bəsit bir əməliyyat deyil mənə görə. Amma belə bəsit. Keçdik növbəti sual. 18-ci suala. Deyir ki, hər səhifəsində sətr və olan Unicode-da yazılmış, kodlaşdırılmış daha doğrusu, faylın informasiya həcmini kilobayt ilə müəyyən edin. Gəlin belə baxaq. 64 dənə sətri var. Hər sətrində 64 dənə simvol var. Olan 32 səhifəlik. Tamam. 32 səhifəlik isə 2 üstündə 5. Bu qədər səhifənin hər birində bu qədər sətr, hər sətrində də bu qədər var. İndi Unicode-dadsa da bayta vurdum. Bizə kilobayt istədiyinə görə əslində qalanda burada aldığımız nəticə yuxarının cəmləndə 218 bayt edir. Buradan bilirik ki 10 kilo demək, yəni 2 üstünə 10 bizə kilo ilə ekvivalent. Ayırsam 2 üstünə 8 olmuş 2 üstünə 10. Bilirsiniz ki, cəmləndi üstlər bir-birinə bulanda əsaslar eynisə. Bayt. Bunun da yerinə 208-in yerinə 256 yaza bilərəm. Bunun yerinə kilo yaza bilərəm. Burada bayt yaza bilərəm. Cavab B variantı keçdiyinə qədər. Deyir ki, Python ilə yazılmış proqramın nəticəsini müəyyən edir. Şəhərin üfüqi xəttləri. İndi məsələ nədir? Count A deyir. A-ların sayımı istənir. Baxın, A-ların sayımı istənir bizdən. Kənarlar. Burada 2 dənə. Bu da variantı. Yəni, elə də çətin deyil məncə. Bir dəfə də yoxlayaq. Əgər problem yoxsa da növbəti keçək. Şəhərin üfüqi xətti və kənarlar. Keçdik. Bizdən tələb olunan nədir ki, Roma sayı sistemində verilmiş ədədini onluq sayı sistemində göstərin. Məsələ nədir? Məsələ belədir ki, deməli, siz məsəl üçün deyirəm də, 5 yazdınız. 6 yazanda nə cür yazırsınız? Bunun sağına atırsınız, 4 yazanları atırsınız, soluna atırsınız. Ona elə baxmaqdansa, gəlin belə baxaq ki. Ha, bunu işarəliyim. Yox, düz. Məsələ nədir? Siz sağına baxa-baxa gelirsiniz. Sağında bir ədəd maksimum neçə dəfə yazıla bilər? 3 dəfə. Solunda bir dəfə yazıla bilər. Mən burada sağında elə bildim 4 dəfə ona görə. Yazanda fikir verməmişdim. İndi baxdım ki, düz yazmışım. İzah eləyə bilərəm. Yəni ona diqqət yetirmək lazımdır ki, indi baxın, əsas nöqtə nədir? Özündən əgər sağdakı dəyər daha böyükdürsə, onda bunu mənfi dəyərlə götürür. Bundan sonra heç nə yoxdur, müsbət qalır. Bu eləyir 4. Özündən sağdakı özündən böyükdürmü? Yox. Bu müsbət 5-dir. Özündən sağdan nəsə varmı? Yox. Bu da elə qalır. Yəni məntiq budur, bəsit. İndi burada bunu eləsək, deyək ki, oxuya bilmirsiniz. Dediyim qaydanı tətbiq edin. Sağındakı böyükdürmü özündən? Yox. Müsbət 50.
Sağındakı böyükdürmü? Yox. 10. Sağındakı böyükdürmü? Yox. Bu da 10. Sağındakı böyükdürmü? Yox. 10. Sağındakı böyükdürmü? Bəli, çıxış ərəsatdır. 1. Sağındakı böyükdürmü? Yox. 10. 1, 2, 3, 4. Bu elədi. 90 çıx 1, o da eləyir 89. Aydındır. Məsələn, mən normalda bunu belə edirəm. Yaşın 99 nətər olardı, adam fikirləşir. Bəzən deyirsən ki, bunu belə yazmaq olardı 99-u. Mən bildiyim qədərilə olmaz. Səbəb budur ki, özündən bir mərtəbə aşağı olmalı. Belə bir şey yaza bilmirsiniz. Heç vaxt yaza bilmirsiniz. Bir mərtəbə aşağıdadır, yəni onsuz da 1 ilə başlayan bir mərtəbə aşağıda olmalıdır. Hə, əgər sizdən 99-un yazımını istəsəydi, onda yəqin ki, belə olacaqdı da. 90-ı nə cür yaza bilərik biz? Deməli, CX 9-u da belə yaza bilərik. Bu belə yazılmalıdır. Hər mərtəbəni ayrı-ayrılıqda yazmağa cəhd göstərin. Sonra birləşdirin. Soldan sağa doğru. 90-ı yazdım, 9-u yazdım. Belə olmalıdır. Yəni 99-u ifadə elə desəm, aslında daha yaxşı bir sual çıxarmış. Amma bu tip bir sual düşdü amma mən gözləmirdim. Səmimiyyətimlə gözləmirdim. Roma sistemlə bağlı sual düşdü. İndi işlədi bu ayrı. Mən də işlətmişdim, amma bu şeyi gözləmirdim. İmtahanda sertifikasiyada gözləmirdim. Reallıqdan danışıram. Python ilə yazılmış proqramın nəticəsi müəyyən bəsit bir sualdır. Yenə nöqtəli bir variantlar, amma burada artıq distractor var. Fikir versəz, yəni bu cavabın çıxma ehtimalı nə qədərdir? O da şübhə altındadır. Bu dırnağın içindədir, unutmayın. Floata çevirəndə sizdə 24.0 edir, unutmayın. Üstə gəlinmiş. Bu integerə çevriləndən sonra bir də bölünüb deyə avtomatik olaraq belə bir dənə vəziyyət yaranır. Buradan da siz 12-ni alıyorsunuz. Düz. 12.0 alırsınız. Bu ikisi bir yerdə 36.0 verir. Çaşıb A variantı yazan batdı. Burada, bu arada bu SVG faylıdır. Ümumiyyətlə indi gətirəcək Allah'ın izniyle. Hələ ki onun üstünü işlər gedir. Elə də çətin deyil idi imtahana düşəndə, açıq danışaq. Vəziyyət nədir? Vəziyyət budur ki, bizdə A-dan Y təpəsinə gedən yolların sayını istəyir. A təpəsindən başlayıb bunu 1 ilə qeyd edib altını bağlaya bilərik. İndi Y-yə gələn yollara baxaq. B-dən və D-dən gəlir. Siz bunun üstünə yaza bilməyəndə vəziyyət ağırlaşır. Həqiqətən ağırlaşır. 2 dənə girişi var ki, 2 yazırıq. Orada da bəsit düşmüşdür. B və D-ni yazdım. Çünki özünü köçürtmək vaxt aparır mənə görə. İndi B-dən davam edirəm. B-yə gələn bir dənədir. O da A-dandır. O da ki, bizdə 1-dir. Altını bağladım. İndi gəldik D-yə. D-yə gələn neçə dənə yol var bizdə? B-dən, C-dən və A-dan gəlir. 3 dənə. B-dən, A-dan və C-dan. Bu bir üstə gəl, biri yazdım. Üstə gəl, C-ni yazacaq. C-nin neçə dənəsi gəlir? 2 dənəsi. Bu da gəlir B-dən və A-dan. Bunun altını bağlayıram. Bir üstə gəl, birdən. Bu 2 edir, 2-ni yazdım. Buradan 4 aldım. İndi bununla 4 üstə gəlmiş 1, o da edir 5. Bizdə edir Y variantı. 22-ni də belə keçdik. Gəldik bura. Belə ifadə edeyim, saytın adı dostlar, itmd.az. Bəzən soruşurlar ki, harada bu sınavları işləmək üçün. Hər birini müəyyən qədər yerləşdirməyə çalışdım. URL ünvanının tərkib hissələrinin düzgün ardıcıllığını müəyyən edin. Məsələ nədir? Birinci sizdə protokol olmalıdır, HTTPS. İkinci, giriş hissəsi olmalıdır. Az cavab variantlarına baxsa siz eləyəsiz ki, artıq cavab çıxıb, elə çətin bir vəziyyətdə qoymamışam. Səhv eləmirəmsə imtahandakı da asandır. Sonra sizdə www xidməti olmalıdır. Ondan sonra səhifənin yerləşdiyi hissə olmalıdır. Bu da 1-dir. Bu getdi. İndi Python ilə yazılmış proqramın nəticəsini müəyyən etmək lazımdır. Belə düşünməyə çalışın ki, bunu tamam 2 versiyanın ikisini də göstərəcəm. Bəzi müəllimlər var ki, ümumiyyətcə qısa yolu izah edəndə adam başa düşmür. Riyaziyyatı 0 səviyyəsində. Olur. Bu tənqid deyil. Olur da indi yaşlıdır ya da ki 7-ci sinifdən yuxarı sinifə dərs keçməyib. Əvvəl biraz belə tənqid edirdim bu mövzuları. Bir dəfə yox, dəfələrlə müəllimlərlə müzakirə edəndə qayıdıb deyirlər ki, bir adam yuxarı sinifə dərs keçmirsə, bunun savadsız olduğu demək deyil axı. Sadəcə o adam dərslikdə orayı baxmır, görmür. O qədər müəllim var ki, Python-u görmür. Sırf sertifikasiya və s. görə oturub hazırlaşır. Aşağı sinif götürür və ondan da davam edir. Məsələ burada. İndi baxın, M buradadır. Gəlin bunu ardıcıl götürməyə çalışırıq. K buradadır. Bizdə bunu 419 verir. Burada da 0 verir. Tamam mı? İndi baxın, nə edirik biz? Bir nə qədər ki 0-dan böyükdür.
Deyir ki, K-nı 10-a vur. Bu eləyəcək 0. Üstünə gəl. Bunun sonuncu rəqəmini 10-a qalır. Elə sonuncu rəqəmi verir. Natural rəqəm. Yəni 0 üstə gəl 9, 9 eləyəcək. Sonra deyir ki, bunun son rəqəmini kəs. 10-a bölünmənin tam hissəsi son rəqəmi kəs deməkdir. Unutmayın. Qeyd kimi yaz. Sonra deyir 0-dan böyükdür mü? Bəli. Deyir bunun sonuncu rəqəmini gəl bunun üstünə. Sonuncu rəqəmini kəs. 0-dan böyükdür mü? Bəli. Bunun son rəqəmini gəl bunun üstünə. Amma burada belə eləsək xəta olacaq. Dəqiq düzəldim. Bunu birinci deyir 10-a vur, 90 elədir. Sonra bunu gəl 91 eləyəcək, 4 eləyəcək. Sonra deyir 0-dan böyükdür mü? Bəli. Bunu 10-a vur, 910. Deyir ki, bunun sonuncu rəqəmini gəl 914 eləyəcək. Bunun sonuncu rəqəmində kəsəndə 0 qalır, rəqəm qalmayıbsa 0-dan böyükdür mü? 914-də qutar. Normal yolla eləsək vəziyyət nədir? Yəni burada çox böyük ədəd də vermiş ola bilər. Nə 6 rəqəmli, 7 rəqəmli ədəd də vermiş ola bilərdi. Məsələ buradadır ki, siz 10-a vuranda bir ədədin axırında boş yer açırsınız. Çünki 0 qoyursunuz, ixtiyari rəqəm gələndə bura otura bilir rahatlıqla. Yəni siz deyirsiniz ki, K dəyərinin sağında boş yer açır. Və N-in son rəqəmini orada yerləşdir. İndi, yəni belə çıxır ki, rəqəmləri biz bu istiqamətdə düzürük. Bəs N-in özünün rəqəmləri hansı istiqamətdə gəlir? Biz onun sonuncu rəqəmindən ilk rəqəminə doğru gedirik deyə bu istiqamətdə. İki istiqamətdəki oxunur. Yəni bütün rəqəmlərini burada düzdüyümüzə görə 0-dan böyük olma şərtinə artıq bütün rəqəmlərini düzürük. Kəsə artıcaq. İki fərqli istiqamətli axın tərs yazılış verir. Yəni 419-dan sizə tərsini istəyir. 914. Gəldik bura. String kimi baxandakı tərsindən söhbət edir təbii ki. Deyir rəng çaları. Əzbərə bilmirsinizsə biraz çətin olacaq. Amma bu 2/16 demək. Yəni mini 64-ə vurmaq kimi də fikirləşə bilərsiniz. Təxmini biraz artırı çıxır kimi. RGB rəng çalarlarının sayını bilirsə problem deyil. Rəng çalarına malik paytada yaradılmış qrafik təsvirin ölçüsü olacaq. Yəni bu 16 bitdən çıxıb. İzah edə bilirəm. Bu təsvirin informasiya həcmini megabaytla tapın. İndi mövzu budur. 2/9 olmuş 2/9 piksel ölçüsü. Bu bizdə bitdəndir, amma mənə bayt lazım deyil, bunu belə də qoyacaq. Bu da məndə gəlib çıxır nəyə? 2/19 bayt. İndi mega 20-dir deyə bunu 20-yə tamamlamaq üçün 2-yə vurub bölsəm, diqqət edin bir dənə buna. Buradan 220-ni alacağım. Bu da o deməkdir ki, 1 megabayt bölünmüş 2, o da eləyir 0,5 megabayt. Bu kəsirli çıxan bir söhbət bizdə sınaqda var idi. Sertifikasiyada oxşar vəziyyət oldu. Yəni tam ədəd yoxdur, biz kəsirdən danışırıq artıq burada. 25B variantı deyil. İndi gəldik bura. Deyir ki, ötürülmə surəti. Orta ötürülmə surəti yazmaq lazım. Sadəcə olaraq orta düşən sualı oxşar yazmağa çalışdıq deyə belə oldu. Rabitə kanalı vasitəsilə 1 dəqiqə ərzində ən çox neçə megabayt məlumat ötürmək mümkün? Yəni bu ən çox sözü yazıldığına görə artıq maksimalda işləyəcək. Ən çox sözü diqqətli olmalı məqamıdır. İndi baytdan söhbət gedir deyə mövzu budur. Biz biti bayta çevirmək üçün nə etməliyik? 8-ə bölməliyik. Yəni diqqət edin. 16 bit bir şey sizdə ekvivalentli 2 bayt 8-ə bölünür. İndi burada da 4 megabit bölünmüş saniyə bir şey varsa, mən bunu 8-ə bölsəm 0,5 megabayt bölünmüş saniyə olacaq. Aydındır. İndi belə bir şey varsa məndə 1 dəqiqədə 60 saniyədir. Yəni mən bu saniyəni ləğv eləyə bilmək üçün sürətlə bir saniyə yazmalıyım. Yəni burada belə çıxır ki, megabayt bölünmüş saniyəni mən 60, hətta burada 2/1 kimi də saxlaya bilərik. Fərqinə. 60 saniyə vursam, saniyələr gedəndən sonra burada qalacaq 30 megabayt. O da bizdə eləyir bu C variantı. Bu da aydınlıqda yəqin. Oxşar sual onsuz da hamıda var. Yəni götürüb onu, belə bir sual bizim sınaqda var deməyin adı yoxdur. Yəni elə suallardan yapışmağa çalışacağıq ki, bizə nəsə qatsın, onu biz davamlı olaraq görmürük. Yəni toplu işləyib, yəni mən ümid edirəm ki, müəllimlərin hamısı informatika toplusunu açıb işləyib. Orada görmə ehtimalı daha az olan və yaxud məsələn Upload'da və s. olur ya da ki, məntiq suallarında olur. Onu incidə biləcək suallardan artıq biz danışacağıq ki, bizdə var idi ya yox. Bu bizdəki sözün də bu sayta cəlb eləyək məntiqi də var, o öz yerində. Amma məsələ buradadır ki, davamlı olaraq biz sınaq yazanda nələri itirmişiksə də bizə geri bildiriş eləsəz.
Bunları da biz toparlasaq. Çünki əlimizdə artıq bank sistemi olanda biz sertifikasiya üçün də, MİQ üçün də, abituriyent üçün də və s. LAFED üçün də daha keyfiyyətli bir formatı gətirib qabağımıza qoya biləcəyik. Ədədinin ikilik sistemdəki, say sistemindəki daha doğrusu, təsvirində olan birlərin sayını tapın. Belə bir sual var, bizdə də var idi, amma orada mən biraz belə sıfırlarla birlər arasında dəyər oynaması ilə getmişdim. Bu daha bəsit düşmüşdü əslində. 519-u siz birbaşa çevirmək yerinə, yəni bunu belə eləyə bilərsiniz də, 512 üstə gəlinmiş. 7-ni də belə yaza bilərsiniz sizdən qalanda. 4 üstə gəlmiş, 2 üstə gəlmiş, 1. 2-nin ardıcıl qüvvətləri kimi yazanda burada bir şey görürsünüz. 2 üstə 9 üstə gəlmiş, 2 üstə 2 üstə gəlmiş, 2 üstə 1 üstə gəlmiş, 2 üstə 0. Və bir şey diqqət edin. Çox demə. 0, 1, 2 yazın. 3 rəqəmli bir ədəddə ən böyük qüvvət 2 qalır. Çünki 0-dan başlamışsınız. Əgər ən böyük qüvvətiniz 9 qalıbsa, bu 10 rəqəmli bir ədəd. Bu ədədin 0-dan fərqli 4 dənə rəqəmi varsa, geriyə qalır 6 dənə rəqəm. 2, 0 da bu. İzah edə bilirəm. Bunu da burada yazanda 3, 4, 5, 6, 7, 8, 9 açanda görəsiniz. Bunun altında 1 var. Bunun altında, bunun altında, bunun altında 1 var. Yəni bu hissələr bizdə 0-dır. Bir əllə də sayıb açmağa çalışırsınız ikilikdən. Görəsiniz, buradakı dəyəri alasınız. Aydındır. 27-də belə getdi. Alqoritmin icrasından sonra A dəyişəninin qiyməti 10 olarsa, onun üçün qiymətini tapın. Burada da maraqlı bir üslubda yazmaca göstərdim ki, bu saytda bu da işləyir. İndi A dəyişəninin qiyməti 10 olarsa icrasından sonra. İndi bunu indeksləməklə də müəllimlərə izah eləməyə çalışıram çox vaxt ki, yəni başdan A tələb olunur deyə A-ya dəyməyin, qalanlarına dəyin. Solda yeni bir şey görəndə, yəni onsuz da bu A əvvəldə var imiş deyə düşünün. İndeksləməklə gedəndə müəllimlər daha az şaşırırlar, mən belə düşünürəm. B1-dir, o da bərabərdir. Və solda nə vaxt görürəmsə, o birinci dəfə gördüm, birinci dəfə gördüm. Neçə dəfə görmüşəm onu yazıram. A bölünmüş 2 deyə, buradakı A artıq, burada olanda artıq soluna baxıram. Solda görmüşəmmi? Görmüşəm. Yəni bu A1 bölünmüş 2 imiş. A1-in yerinə nə dururmuş? Hə, A üstə gəlmiş 4 bölünmüş 2 dururmuş. Gəldim bura. İndi bu B2-dir. B2-də mənə deyir ki, A, bura qədər ki A1-dir, bura qədər ki B-də 1-dir. Mənə deyir ki, A1-in üstünə, yəni A üstə gəlmiş 4-ün üstünə gəl, A üstə gəlmiş 4 bölünmüş 2. Hə, İstəyiz belə saxlayın, problem deyil. Gərək birləşdirib də yaza bilərik. Məsələ burasındadır ki, sonuncu hissəyə gəlirik. A2. Burada deyir ki, məndə B2-dən çıx A1. Tamam. Onda nə olacaq? B2 budur. A üstə gəlmiş 4, üstə gəlmiş, A üstə gəlmiş 4 bölünmüş 2. Çıxılmış. Mötərizədə yazın. Çıxlar varsa mötərizədə yazın. Qarışdırmayın. Bəzi müəllimlərimiz var ki, biraz riyaziyyatları zəifdir, qarışdırırlar, hər şey olur. Baxın, mənfi içəriyə paylananda mənfi, müsbət. Yəni işarəni belə deyim, müsbəti mənfi, müsbətlə dəyişirik. Onda burada olur A üstə gəlmiş 4, üstə gəlmiş A üstə gəlmiş 4 bölünmüş 2. Çıxılmış A, çıxılmış 4. Bunun qabağında heç nə yoxdur, müsbət qəbul edin. Tamam. Eyni şeyin əks işarəlisi varsa, bunları bir-birinə apar. Görürsünüz. Və burada cavabı 10 almışsınız. Yəni bu deməkdir ki, A üstə gəlmiş 4 bölünmüş 2 bərabərdir 10'dursa da. İndi hər iki tərəfi, baxın bunun aşağısında 1 var. Yəni 1'ə bölmüşəm kimi düşünün. Hər iki tərəfi 2'yə var. A üstə gəlmiş 4 bərabərdir 20. İndi bizdə 4'ü bu tərəfə ataq. A bərabərdir 20 çıxılmışdır. O da bərabərdir 16. Kimləri siz deyəndə ürək sıxılırsa, tam səmimi deyirəm. Mən təcrübəmdə görmüşəm nə qədər keçəndə. Bu hissədən A neçədir sualını verəndə tapa bilməyən müəllimlər görmüşəm. İndi şükür Allah, eləsi var, bir tər düzəldi, işləyir, eləsi var idi ki, mənim yanıma biri gəlmişdi, inanarsınız, dedi ki, 5 ildir MİQ imtahanına girəm. Məndə də girmədim. Səmimiyyətimlə deyirəm, yəni bunu gizlədə bilərdim. Məndə də girmədim. Mən məsələn, bu il keçməmişəm MİQ dərs. Şokdaydım, həqiqətən şokdaydım. Yəni 5 il nə qədər təcrübəsiz müəllimlə dərs alsa da, YouTube-da var, orada var, burada var izah, abituriyent üçün izahlar var idi, onsuz da həmin dönəmlərdə də. Necə ola bilər bir insanın toplulub çıxmağını bilmir? Kəsirlərin vurulmasını bilmir. Bax,
Mən şokdaydım. Və buna görə bu tip müəllimlər də motivasiyadan düşməsini biraz yumşaq dildə danışmağa cəhd göstərir. İndi bizdə nədən söhbət gedir? HTML kod fraqmentinə əsasən web səhifədə nizamlanmış deyəndə nömrələnmiş demək. Yəni nizam nömrələnmiş də bizdə artıq ordered list gedir. Bunu biraz belə fikirləşə bilərsiniz ki, nizam nömrə ol. Onu başqa nətər yadda saxlada olar bilmirəm. Həqiqətən bilmirəm yəni ki, nətər yadda saxlatmaq olar onu. Əzbərlənməli bir şey. Yəni ingiliscə bilmirsə, nətərsə də əzbərləyir. Bu qəbula gedib, bizdə də var idi, amma mən K ilə yazmamışdım. Bu daha çətindir. Bir tık deyil, xeyli çətindir mənim yazdığımın. Nə mənada? Orada vurma toplama ilə belə bir şey gözləyir onsuz da. Deyir ki, icrası üçün, bu da artıq bir tənliyə gəlib çıxacaq. Komanda nömrələrin ardıcıllığı kimi tərtib edilmişdir. İndi məsələ nə? K-nın hansı qiymətinə girişə verilən 2 ədədi üzərində bunu icra eləsə, yəni 2-nin üstündə 1-i icra eləyəndə 1 nə deyir? 2 vahid artır. Bu elədir 4. 2-nin üstünə 2 gəlir. Sonra deyir 2-ni icra elə. 2-ni icra eləyəndə 2 mənə nə deyir? K dəfə artır. Yəni mən bunu K-ya vuranda 4K mənə gəlir. Sonra deyir yenə 1 icra elə, üstünə 2 gəldim. Yəni 4K üstə gəlmiş 2. Sonra mənə deyir ki, bir dəfə də K-ya vur. Yəni bu K-ya vuranda. Bu da onu 4K-nın kvadratı üstə gəlmiş 2K. Yəni hər birini K-ya vuranda K vur K-nın kvadratı. Deyir ki, bu 20 alınır. Hər tərəfi 2-yə bölə bilərik. 2K-nın kvadratı üstə gəlmiş 2 bərabərdir bizdə 10. İndi 2-ni bu tərəfə atıb çıxarda bilərik. 2K-nın kvadratı bərabərdir. Natural qiymətdən söhbət edəcək burada. 8. Hər tərəf 2-yə bölərik. K-nın kvadratı 4K. K əslində qalan modulda 2 eləməlidir. Üzrə modulda K 2 eləməlidir əslində qalanda. Amma biz bilirik ki, natural dətdə birbaşa 2 yaza bilərik bura. O da variant edəcək. Biraz belə başqa araşdırıcı kimi deyil. Çətin deyil əslində. Python ilə yazılmış proqramın nəticəsini müəyyən etmək lazımdır. Bax, biz dedik steplə düşəcək, yəqin ki, bu düşdü. Çox maraqlıydı da, yəni sınaqda da salmışdıq. Təbii ki, kitabların çoxunda da artıq var idi, gözləntilər var idi, dəstəkdə var deyə ciddi gözləntilər var idi. MİQ imtahanı da nəzərə almaq lazımdır burada. MİQ-ə bu il mənim düşüncə tərzimə görə informatika tarixin ən çətin MİQ olacaq. Qırğın. Səmimiyyətimlə deyirəm, amma bunu. Ona görə kimlərsə sertifikasiyadan keçibsə, təbrik edirəm, amma sertifikasiyanın kəsilməyindən də kəsilibsə, Allah səhv. Motivasiyadan qırmaq üçün doğrudan çox çətindir bu dəqiqə. Və burada fikir versiniz, çox müəllim əzbərə getdiyi bir mexanizmdən çıxmaq üçün düşü yazmışıq ki, götürüb içəri ilə işlərini görürlər, bu da yaddan çıxır, diqqətli olur. S bərabər 3-ü yazdıq. Deyir ki, nəticəni müəyyən edir. Bu 4 addımdan gedir demək. Dediyi ilə i-ni S-ə böləcəyik. Çox maraqlıdır bu sual. Niyə? Çünki addım gedir. Cədvəl mexanizmi olmadan çətindir bunu yazmaq. İləri buradan qeyd edəcəm. İ-ni boş saxlayıram hələ ki. Çünki S-in 3 variantında i yox. İ-nin 3 variantı var. Sonra 4 artır bu. 7 variantı var. 11 variantı var. Diqqət edin. 15-ə keçəcək 4-dən artırsan. Amma biz 14-ü görməməliyik. 14-ün aşağısında qalmalıyıq. Bunlar. Dediyi nə? Deyir ki, 3-ün üstünə, birbaşa belə də yazıram, siz də elə yazın. Bir 3-ün 3-ə bölünmüşünü gəl. Diqqət edin. 3-ün 3-ə bölünmüşünü. İ-ni S-ə bölün. Bu da eləyir nə? 3 üstə gəlmiş. 1-dən 4 eləyir. İndi bura baxın. S-in üstünə i-ni 4-ə bölünmüşünü gəl. Amma burada bilirsiniz ki, tam hissəsini gələcək. O da bərabər 4 üstə gəlmiş. 1, o da bərabər 5. İndi bizə deyir. S-in üstünə 5-in 5-ə bölünmüşünü gəl. Bu da 2-ni gələcək, o da eləyəcək. Vərəqdə yer saxlayın bunun üçün, çünki biraz yer çox gedir. Bu Excel sualında bu SVG-dir bu arada. İçərisindəki yazılar və s. hamısı SVG-dir. Bunun üstündə xeyli işləmişik. Ki, qəşək görünsün. Burada logolar zaten qəşək çünki görürsünüz, kvadrat bir şəkil deyil. Hətta bunu belə göstərim. Ciddi, yəni SVG. Bunları seçə bilirsiniz. Bildiyiniz SVG-dir yəni.
Və bunun üstünlüyü bizə nədir? Şəkil nə qədər böyüdək, balacaladaq, neyniyək, ekranda məsəl üçün dəyişiklik eləyək. Çox qəşəng oturur. Mobil aplikasiya gələcək. O da çox qəşəng oturacaq. İndi buradan cədvəlimiz də buradadır. Yəni rastla işlətməmişəm. Məsələn, mən rastla da əlavə eləmək istəyirəm. Ya bura qədər ki, qraf sualı var idi, oxlarla olan. O da SVG-dədir. Çox qəşəngdir, həqiqətən çox qəşəngdir. Nə qədər böyüdürsünüz, balacaladırırsınız, qəşəng qalır. Mənim estetik zövqümlə əlaqədardır. Gemini-yə nə qədər prompt vermişəm ki, mənə vərəqə çəkdiyim şeyin SVG-sindir. Çünki Excel-də eləyirik. Excel-də elədiyimiz fayl belə izah edeyim də PNG kimi və s. rastla da götürə bilirik. Sayta əlavə olunanda biraz problemlər çıxır. Bir də görürsən ki, bulanıq düşür və s. SVG-də problemimiz yox. Ona görə də o şəkli götürəndən sonra atırıq Gemini-da, nə bilim, sonra gətir, belə elə. Məsələn, bu yazılanların formata keçirilməsi üçün kontekstə çevrilməsi və s. Xeyli əziyyətlər şəkli bu sualların burada yüklənməsində. Bu adicə qaralara fikir verin. Orada doğru, yanlış, hamısını bir-bir qeyd eləmişəm. Bircə yoxlamışam ki, yəni gözə həm xoş olsun, istifadəsi xoş olsun. Qurulmuş dairəvi diaqram A2 xanasını tapın. Diaqram əsas. Məsələ nədir? Saat əqrəb istiqamətindən söhbət gəlsə, A2-si 2-yə qurulubsa, bu da əsasən qurulub. Bu nə gözəldir bu. Gözəlliyə bir baxın siz. Özümüz yığmışıq deyə demirəm. Həqiqət adama ləzzət eləyir. Bunu təbii ki, daha balaca da görünə bilərdi. Orada parametrlərdən düzəltmək olar. Gələcəkdə onu with high əlavə eləyəcəm. Elə indi eləmək olar. Əslində qalanırsa ki, olar. Bilmədim nə qədər böyük görünəsə. İndi burada gördüm ki, bu qədər böyükmüş. SVG deyə çox rahatlıqla dəyişə biləcək və keyfiyyət birə-bir elə qalacaq. Faizlə vermək daha yaxşı olar ki, ekran ölçüsündən bilmək. Amma belə də pis deyil məncə. Məsələ nədir? Bizdə B birimiz, yəni A2 xanamızdakı dəyər nə? B birimizin 24-ün 2-yə bölünmüşü, o da 12 eləyir. Bu da bizdə ekvivalentdir 50%. Tamam. Bizdən tələb olunan nədir? A2 xanasında hansı düstur var? Bir dəqiqə, A2 xanasının qiyməti neçədir? Olsun. A2 xanası deyir ki, təbii ki də qardaş, 12. Və səhv eləmirəm, sonradakı sual da belə bəsdir də. Ya da burada bir x yazardıq, neyniyərdik? Bunu dəyişərəm ya x-lə. Bunu x-lə dəyişərəm, bir dənə baxım ki, bu işarə qoy. Məncə oradakı sual da belə bəsdir də, ona görə belə yığdım. Çünki suallara baxıb yığmışam, ya mənə verilənləri. Məsələn, A1 ilə C1-in cəmi 36 eləyir. Burada bir xətamız var mı? A1 dəqiq, mən bunu səhv yığmışam. Dəqiq, burada bir dəyişiklik eləyərəm. Mənim xətam var. A1 ilə C1 36-dır, bu 12-dən böyük olmamalı əslində qalanda. 36-dır, bu B2-nin yarısıdır. Ay yox, düz yazmışam. Bir dəqiqə. 24. Burada bir yüngülvari yer dəyişmə eləyərik. Düsturların yeri dəyişər. Düsturların yeri dəyişəndən də belə olacaq bizdə. Deməli, bu düstur keçməlidir bura. Bu 24-ü almalıyıq. Bu 24-ü aldıq. Deyək ki, B1-dir. Bura A1-li, bir dəqiqə. A1-li bir düsturu bura qoyarıq. Onu buraya yazarıq. Oradan bir şeylər çıxar. Onların yeri dəyişəcək. Burada bir x atarıq. Ya da boş saxlayalım bura. Bir şeylər eləmək olar. Bunu işarələdim. Mənim xətamda onu çıxardır. Bir ki, uyğunluğu müəyyən edəyəm. Bir də biz sizin problemlər. Excel-ın üstünə birbaşa yığmırıq deyə. Yəni, əslən qalan Excel-da yığmışam. Yəni, köçürmədə SS eləyib atırıq ki, orada təzələn bizdə kontekstini ver. Gemini-də ola bilər ki, problemlər çıxsın. Çünki anada da belə problem oldu ki, əlimizdəki sualları istəyirik sistemə yükləyək. Batch yükləmək istəyən, yəni çoxlu sual. 96-dan sual yükləmişik cəbirdən. Dünən yoxsa gün. Əlinə yükləmək zülümdür. Bizdə ümumi fayl formatına gətirməliyik. Gemini-nin elədiyi belə oldu. Götürür, sualın içində olmayan şərt əlavə eləyir, ya nəsə başqa bir şey yazır. Baxıq, sual düz gəlir. Belə xətalar var idi. İndi mənim yüklədiyimin eynisi olmama ehtimalı da var bəzi suallarda. Çünki Gemini-nin ciddi qatqıları olur suallara. Ciddi. Bəzən olur ki, anormal bir vəziyyətə salır. Hətta hansı sual var idi orada bayaqları sistem proqram təminatı olan sual. Orada proqramlaşdırma alətləri mən yazmışdım. Onu instrumental proqramlar deyə dəyişmişdim. Mən yükləyəndən sonra gördüm ki, o söz var.
Bir də təzədən əllə dəyişmişəm. Problemlərimiz olur. Amma məncə sualı elə yazmamışam. Ayrıca lüks fəvvarələr sualındadır. Məncə mənim yazdığım kimi deyil. Bu xırda detalları düzəltməyə çalışırıq. Yəni, problem AI ilə bizim aramızdakı ünsiyyətlər ki, o da düzələcək Allahın iznilə. Uyğunluğu müəyyənləmək lazımdır. Uyğunluğu müəyyənləyəndə bu sualı işarələyək yoldaşlar. İndi məsələ nədir? Mənim yadıma düşmür ki, imtahanda da 4 dənəli var idi. Bizim əlimizdə fayl var əslində qalanda. Orada, yəni uyğunlaşdırma 4 dənəli olmur normalda, uyğunluğu müəyyən edildə. Bir dəqiqə buradan mən baxım. 4 dənəli olubmu? Uyğunluğu müəyyən edin. Olmayıbsa, onu mən haqlıyam. Olubsa, mən haqsızam. Məsələ nədədir? Kimin özünün verdiyi vəziyyətdə 3 dənə olur. 3 dənəyə uyğunlaşdırmaq var. Yox, orada floatla fəsaid olur. Bunu düzəldək, 4 dənəli olmur. O list hissəsinə ehtiyac yox. Orada da integer string float gedir. Integer string float sualı bir damcı fərqli olsun demişəm, özümü çaşdırmışam. Mənə ehtiyac yox demişəm. Burada bir dəyişikliklər eləyək. Məsələ nədir? Yəni burada deyirik ki, integerdən söhbət gəlsə, integer dəyər nöqtəsiz olan tam ədəddir. Bu D variantı. 2-yə gəldik. String dırnağın içində yazılan bir dəyərdir. Bu B burada var, o öz yerindədir. Bir də true fərq eləməyən true false yazılmalı. Float 3-ə gəlməyə çalışacağım. Nöqtəli olan bir ədəd. Tamam, bu gəldi burada, C buradadır. 4-ə əslində ehtiyac yoxdur, oradan daha olduğunu görsün. Boş siyahı belə bir siyahıdır. Onu yadda saxlayın. DBS. Mənim əlimdə müəllimlərin dediyi suallar var əslində olmağına ki, məsələn, oradan baxıram arada. Bunu işarələmişdim. Onu əvvəl işarələdim. 4 dənə sual, yəni ümumi olaraq baxanda biabırçılıq deyil, amma daha yaxşısını eləyə bilərdim. Yuxusuz gecələrindən cədvəldə, bunu tək eləyirəm, mən tək. Cədvəldə sorular o soruların əsasında internetdə tapılan səhifə sayıları verilmişdir. Cədvəldəki verilənlər əslində sorusun tapılan səhifə sayını müəyyən edir. Məsələ nədir? Bu ən bəsit sual tipidir. Orada da səhv eləmirsə 2 dənə idi. 2 dənə. Yəni 3-cü parametr yox. X və Y. Əndini orana verib, normalda, yəni eləyə biləcəyiniz vəziyyət nədir? Müəllimləri düstur əzbərlərində bəzən əziyyət çəkirlər. Ənd budur ki, 150 burada var. Diqqət edin. Ənd ortada olan. Bu ənd. Bax, Y-ə bir dənə fikir verin. Y-i 300-dür. 150-si buradadırsa, 150-si burada. İndi baxın, ümumilikdə burada əgər 300-ünüz varsa, o deməkdir ki, yəni hamısı bir yerdə. Hamısı bir yerdə 650-dirsə, yəni bu Y-dən qıraqda 350-miz var. İndi X istəyirsə, X baxın, fikir verin. 350 üstə gəlmiş 150, eləyir 600. 4 ilə 500. Aydındır. Çətin deyil əslində qalanda. İndi düsturla eləməyə çalışırsınız. Belə. Deyirsiniz ki, N burada X üstə gəlinmiş N Y bərabər N X N Y üstə gəlmiş N X O. Yəni bunun dəyəri tapmaq üçün bu ikisinin cəmindən bunu çıxarsınız. Ola bilər ki, nəsə qarışdırsın, bilməm yəni. Bizdə belə olacaq da, bunların əndi 150-dir, üstə gəlmiş 650-dir, çıxılmış bizdə eləyəcək 300, buradan səfərimsə 800 eləyəcək, buradan 300-ü çıxarsınız, buradan da qalacaq 500. Yeni şey gəlib çıxır, amma elədən daha rahat gəlir, mənim düşüncə tərcümə. Mətn sənədində sətirlərin sayını 12, sütunların sayı x olan cədvəl əlavə edildi. Tamam. Yəni 12 dənə sətrim var, x dənə sütunum var. İlk cədvəldən 4 sətir silib, sütunların sayını isə 3 faiz artırdıqda, sonra cədvəldəki xanaların sayı 72 olur. Yəni bununla mən 4 dənə sətir silsəm 8 dənə sətir qalacaq. Mən bunu 3 faiz artıranda da bu. Yəni iki vəziyyətdə bizim ilk üstə gəlmiş 3 sütunumuz var və 8 sətrimiz var. Xana sayını belə döşüm. Baxın. Bax, 2 dənə sütun, düzürsə. 3 dənə sütun, 1, 2, 3. 2 dənə sətrimiz olsun, neçə dənə xanamız edir? 1, 2, 3, 4, 5, 6. Yəni 3-ün 2-yə vurulmuşu. 8-in, yəni bu dəyərə vurulmuşu.
Sizə verib 72. 8-i buraya aparsaq, qalacaq 9, x-6. İlkin cədvəlin sütunlarının sayını müəyyən edin. Birbaşa x istəyirdi. Yəni sualı mən özüm tərtib etmişəm, xəbərim var. Başqa bir şey də istəmiş ola bilərdi, o ayrı. Amma yəni bitdi getdi, bəsit sualdır. Gözləyirikmi belə bir şey? Az-çox mən gözlərim. Çətindirmi? Elə deyil. Cədvəldə A, B, C-də yaşayış məntəqələri, onlar arasındakı olan uzunluqları çəkim matrisində bu əllə yazmışam deyə. Deməli, bəzən ingilis belə izah edeyim də. Necə göstərim ki, Allaha da açıq getməsin mənlə. Bu simvol var ha. Bu L. Baxın, arada bir yadımdan çıxır, baxın. Bu deyil. O ingilisə keçirdəndə elə problemlərlə rastlaşıram. Bəzən yadımdan çıxır, işarə eləyib düzəldir. Qeyd olunur. Boş xanalar birbaşa yol olmadığını bildirir. AD məntəqələr arasında ən qısa yolun uzunluğunu tapmaq tələb olunur. Bəsit balaca bir formada, orada da düşmüşdü. Səhv eləmirəmsə 4 dənə təpə arasındaydı. İndi manualda mən geriyə qayıtma ilə gedirəm. İndi bu da yaxın, ən yaxın nədir? C. Bu 4 ilə qayıdır. C-yə ən yaxın nədir? B. Bu da 2 ilə qayıdır. B-yə ən yaxın nədir? Bundan sonra, yəni o biri yollara girməyəsizsə A. Bu da eləyir 3. Belə gələndə cavab tapa bilirəm. 5-9-dan. Okey. İndi bu aralıqda bir şey tutmağa çalışıram ki. Bax, bu da 6 ilə gəlir. Bax, D-dən B-yə birbaşa yol var. Amma 8-dir. Mən 6 ilə gəlmişəm. İndi C-dən A-ya yol varmı? 7-dir. Mən burada 5 ilə gəlmişəm. Deməli, bu ən qısadır. İndi qabaqdan getməyinə eləsəydik. Bura gəldik. Buradan ən qısa C-yə getdik. C-dən ən qısa D-yə getdik. 2 versiyada da yoxlayanda, yəni çox belə getmir. Sonra da fırlatma ilə gəlirsə, aləmləri bir-birinə təbii ki. Olsun. Yəni 9 cavabımız. Çətindirmi? Məncə deyil. Məncə heç deyil. 2 versiyanın ikisini də göstərməyə çalışdım sizə. Burada müəllimlərdən gələn rəylərdə var ki, pop yoxdur, bırı yoxdur dərslikdə, break və s. baxır. Onları düzəldəcəm o biri imtihanda. Onlara nəzər alaraq burada elə şeylər eləməmişəm. Mən ağıllı olanam. Doğrudan düzəldəcəm. Sadəcə o bölüm timliyi elədir ki, boş vaxta bölünməlidir. Yalnız siyahlara tətbiq olunan metodlar. Yalnız siyahlara tətbiq olunan metodlarımız nələrdir? Len əslində funksiyadır. Olsun. Burada sualı bir köməkliyi göstərmişəm. Yəni bu metod nöqtə qoyulub yazılan. Məsəl üçün deyəndə split bir metod. Amma max bir funksiya. Bax, əgər ki nöqtə qoyub yazırsınızsa, olur metod, nöqtəsiz yazılırsa olur. Siyahlara tətbiq olunursa nəsə, replace tətbiq olunur, insert tətbiq olunur. Len funksiyadır, onsuz da split stringə tətbiq olunur. List çıxartsa belə stringə tətbiq olunur. Index əslində qaldı ikisindən birdən tətbiq olunan bir şeydir. Dərslikdə biraz problem var bununla bağlı. Bu sualı qəsdən yazmışam ki, yəni ilişsəz nə etməlisiniz? Birdən kimsə artıq bilib deyə əziyyət çəkir. İndi burada bir boş yer saxlayıram sizin üçün. 2-ni gətirirəm. Deyir ki, sətirlərə tətbiq olunan metodlar. Sətirlərə replace tətbiq olunur. Sətirlərə bizdə split tətbiq olunur. Və bir dənə bəndi 2-dən artıq işini gedə bilməz yadda saxlayır. C gəldi. Həm sətir, həm sütuna tətbiq olunanlar. Bizdə bu C də var, bu da Y də var. Dərindən gələn sistematik olaraq bu. İndi dərslikdə indeksin stringə tətbiqini görmürsünüz deyə, yoxdur kimi təsavvür yaranar və oradan da vəziyyət kritikə gedər. Onun qabağını almaq üçün burada belə bir sual yazmışam. Sual üstü. Dərslikdə yazmayıb ki, stringə tətbiq olunur. Düzdür, orada bir cədvəl verib də qəribə bir şeydir. Count və s. ikisine tətbiq olunur. Oradakı dimin vəsaitində da səhv yazmır. Dərsliyin özünə birbaşa yazmayıb belə bir şey ki, stringə tətbiq olunur. Və nə tərsə də gəlib vura da bilərlər, onu yadda saxlayın. Find birbaşa stringə aiddir. Index hər şeyin içərisində, yəni indeksləmə varsa hər şeyin içərisində indeks axtar, element varsa. Gəldik bura, yanlış fikri müəyyən edir. Yanlış sözünü qaraldaram. Əslində sual səhv deyil, sadəcə mən yanlış sözünü qaraltmaq istəyirəm. Gözə batsın.
belə bir şey var. Deyir, verilmiş B elementini siyahın, yəni buranı təmizləyək. Biri yazın bura. Deyir, verilmiş B elementini siyahın sonuna əlavə edir. Bu düzdür yoxsa səhvdir? Bu düzdür. Bizə amma yanlışlar lazım. 2-yə baxırıq. Deyir ki, siyahıda B elementinin neçə dəfə təkrarlandığını qaytar. İndeks neçə dəfə təkrarlandığını qaytarmır. 2-ni götürürük. Soldan birinci yerləşdiyi indeksi qaytar. 3. Siyahdakı bütün B-yə bərabər elementləri silir. Yox, B indeksindəki bir dənə elementi silir. 2-3 tapdığımıza görə sınaqalın cavabı tapışıq. Məsələ nədir? 4-ə baxaq. Deyir ki, reverse siyahdakı yer dəyişmə ardıcılığının tərsinə çevir. Bu düzgün əməliyyatdır. Bulayan siyahdakı elementlərin ümumi sayını qaytar. Bu da düzgün əməliyyatdır. Bu da gəldi. Deyir ki, aşağıdakı kod fraqmenti icra edildikdən sonra S dəyişəninin son qiyməti hansı riyazi cəmi ifadə edir? Bəsit bir sualdır. Onsuz da 50 dəfə izah eləmişik. S dəyişəninin son qiymətindən danışırıq. Son qiyməti. Təbii ki, müəllimlər üçün ən rahat olan yollardan biri budur ki, n bərabərdir. Burada 1 ilə başlayırıq, s bərabərdir 0 ilə. Deyir ki, 15-dən kiçik olduğu müddətcə təəssüf olsun uzanacaq. Olacaq 3. Deyir ki, 0-ın üstünə 1-i gəlir uzunluğun. Bunu birinci sileyim, baş qarışmasın. Birinci bu 0-ın üstünə gələcəksiniz 1-i verdi 1. Sonra deyir ki, bunun üstünə 2 gəl, bu 3 olur. Sonra 15-dən kiçik bərabərdir, bəli. Burada deyir, 1-in üstünə bunu gəl, elədi 4. Bunun üstünə 2 gəldim 5. İndi 4-ün üstünə 5 gələcək 9, bu 7 elədi. Ölmək şişəyim, ölməyə döndü. Gəldik burada, bu 25-dir, bu 11-dir. Sonra bunun cəmi 36-dır, bunun cəmi 13-dür. İndi bunun cəmi bizdə eləyəcək 49, bunun cəmi eləyəcək 15. Hələ kiçik bərabərliyə girəcək. Burada bizdə eləyəcək 64, burada eləyəcək 17 dayanacaq. Şimdi müəllimlər, bunu mən belə verməsəydim, orada da elə vermişdim bu arada. Belə gedəcək insanlar var. 2-3 tipdə yoxlayacaq suallarda işləmək lazım. Məsələ budur ki, bu sıfırdan başlayır və dərk edirsiniz ki, burada birinci giriş dəyərimiz nədir? 1. Baba, n birinci 1 kimi gedir. Sonuncu giriş dəyəri nədir? 15-dir. 2 gelirsə tək ədədləri gəlir. 15 tək ədəd. Məsələn, 16 yazsaydı, yəni 15 dayanacaq. İndi, burada gələn dəyərlər 2 artırsa, deməli 3-dür, nə bilim orada 5-dir. Bu şəkildə gedəcəklər, düzdür. Bundan da qabaq bir 13-ümüz var. Məsələ mahiyyət etibarıyla aydındır. Bir də bunun cəmini istəsini necə eləyəcəksiniz? Varsa sual budur. SN bir düsturu var. SN deyir ki, A1 üstə gəlmiş, A1 bölünmüş 2 olmuş. Buradakı element sayı onsuz ki, uzun getməyə bilməm, bəlkə də belə bir sual onsuz düşməzsiniz, amma miqdar və s. da bağlı çıxa bilər. N sayını nə cür tapırsınız? Onu da belə tapacaqsınız. N bərabərdir sizdə AN çıxılmış A1 bölünmüş D üstə gəlmiş. Bu qədər bəs. Bu qədər bəs. Yadda saxlamaq lazım. AN-imiz bu dəqiqə 15-dir, A1-imiz bu dəqiqə 1-dir. Sonuncu elementdən birinci elementə çıxıb, D-si görürsünüz ki, 2 artır. Neçə artım var onu eləyir. Buradan da alırsınız 8-i. Çünki bu 14 eləyir. 2-yə böləndə 7 alırsınız. Buradan 8 alır. Yəni, burada yerinə qoysaydınız birbaşa olaraq 1 üstə gəlmiş 15 bölünmüş 2 olmuş 8-dən. Bundan bu gedib 4 qalanda, buradan da 16-nı alanda 64 alardınız. Böyle bir şey. Yəni, sadəcə sual həll eləməyib başa düşməyə çalışaq deyiləm. Elektron cədvəldə D2 xanasına yazılmış düsturu Y3 xanasına köçürdükdə. İndi belə bir dənə söhbət var. D2-dən Y3-ə keçəndə onsuz sətr dəyişir. Burada dollar heç vaxt dəyişmədiyinə görə dolların dəyişdiyi variantları A, B, S, D, Y. Yəni, sual çox da üstünə getmədən həll eləmək olur. Dolların dəyişdiyi variantları atırsınız. İndi baxın. Sizdə sətr də sütun da dəyişib deyə B-nin dəyişmədiyi variantı atırsınız. Onsuz da burada artıq bunlarda öyle bir şey yoxdur. Ondan sonra bu 2 sərbəstdir, dəyişməlidir. Sabit qala bilməz. C-ni atdıq. 2 variant arasında getdik ki. Dollar var deyə B-ni də atdıq. Görürsünüz, dollar dəyişmir. Heç bir əlavə bilik və s. tələb etmədən, hansı ki bir dənə sətr və bir dənə sütun haqqında getməliydik ki, A dəyişməyəcəkdir. Bu 3 olacaqdır. Bu da artıq bir dənə dəyişəcəkdir, C olacaqdır. Yəni, dollar olmayanlar dəyişir. Dollar deyəndə dolların sağındakı dəyişmir.
Ha, orada belə bir şey yazsaydı, bu artıq bütöv. Məsələn, bu 4 olsa, rəqəmə qədər ya da ümumiyyətlə natural ədədə qədər olan hissəsini sütun növlərimiz. Bu birbaşa olaraq ona təsir edir. Yəni bu A fiquruna yox, yəni bura. Gəldik 41-ə. Bir informasiyanı xassələri haqqında deyilən mülahizələrdən hansı yanlışdır? Yanılmaq sözündən. Obyektiv informasiya kiminsə fikrindən və ya rəyindən asılı olmamasıdır. Obyektivlik. Təbii ki, bu düz. Obyektiv, subyektiv olmayan demək. Tamlıq qərar qəbul etmək üçün məlumatın kifayət qədər olması, düzgün qərar qəbul etmək üçün. İnformasiyanın mənbəyinin məlum olmaması onun etibarlılığını artırırsa, mənbə məlum olmalı. Aktual informasiyanın cari zaman uyğunluğudur, anlaşıqlılıq. Ümumiyyətlə, anlaşıqlılığın aydınlıq olaraq yazılan versiyalar da var. Məncə, dərslikdə anlaşıqlılıq yazılır. Onu qəbul edən üçün aydın və başa düşülən olması. Keçdik. 16-lıq say sistemində verilmiş ədədin 8-lik say sistemində yazın. Bəs bu sual dərsində qalanda 8-lik üçün ikiliyə keçirmək bizim üçün önəmlidir. Onda nə edəcəyik biz? Deyirik ki, bunu birinci ikilik say sisteminə keçirdik. İkiliyə keçirdəndə bunu 4 dənə ikilik yer ayırır. Orada olur 8 üstə gəlmiş 4-dür, düzdür, qalanı yox. Yəni ikilikdə belə yazılır. Davamında bu ədədin olsa da 1. Bunu 3-3 ayırsaq, niyə 4 dənə yer ayırdıq? Çünki 2 üstü 4. 8-in özü də bizdə 2 üstü 3-dür deyə 3-3 yer ayırır. Yəni gördünüz ki, axırıncı hissə çatmır problem. Bu ədədi siz ikilikdən açsaydınız 4-ə eləyəcək. Bu ədədi açsaydınız 3-ə eləyəcək. Bu da yəni 8-likdə 3-dür. Ətəyindəki yazılışın gözəlliyinə baxın. Varianta qədər kateksi tətbiq eləyə bilirik. Möhtəşəm. Həqiqətən möhtəşəm. Mətn prosesorunu, bunu düşünün ki, çox variantlarını da indi. Mətn prosesoruna, məsələn, MS Word, Microsoft Word-dən söhbət. Kursun səthinin sonunda olarkən, səthin sonunda home düyməsi sıxlıqda burada sətir olsun. Nə baş verir? Tulluyur onun səthinin əvvəlinə. Kursor sənədin əvvəlinə. Kursor cari səthinin əvvəlinə keçirilir. Bir variant. Bunu yadda saxlayın. Gəlir. Deyir ki, elektron cədvəlində, diapazonda cəmi neçə xana mövcud. Gəlin belə yoxlayaq. A, B, C, D, E, F, OK, 1, 2, 3, 4 dənə sütunum var. Sətri nətər yoxlayaq. O, 1 olsun deyə bunu neynəməliyəm? 1 çıxmalıyam. Deməli, 6-dan da 1 çıxacaq. Bunu həmişə mən belə eləyirəm də. 1 neçəyə isə gətirməliyəm. Mənfi 1 eləyəndə 1-dən, da mənfi 1 eləyəm avtomatik. Bu da 5 eləyər. 5 dənə. Yəni, bir M parçasında N dənə element olduğuna görə, yəni tam ədəd daha doğrusu. Bir M parçasında N dənə tam ədəd var, N də tam ədəddirsə. Oradan gətirirəm 20 dənə. Ya da belə eləyirlər, çox müəllimlərin izahı budur ki, deyir, çıx axırında üstünə 1 gələrsən. Yəni, artıq söhbət öyrətdir. Yəni, deyir ki, belə də görürsən. Yaxşı. İkisi də daxil ki, o üstə gəl, oradan gəlir. Deyirik ki, Python proqramlaşdırma dilində hansı dəyişən adının istifadəsi qadağandır. Qadağan. Qətt olur. Birincisi, bu elə dəyişən adı ola bilər aşağıdan. Çıx ola bilməz. Xana kimi göstərən başa düşürsünüz. Bu ola bilməz. Ortadan xətt ola bilməz. Amma bu aşağıdan xətt ola problem deyil. Və özü ayrılıqda da dəyişən adı ola bilər. Nəyəsə qabağında ola bilər. Rəqəmlə başlamaz. Qətt sürətdə başlamaz. Amma rəqəmlə davam edir. Sonra, böyük kiçik hərf problem deyil. Amma açar sözlər olmaz. For-dur, while-dur, break-dir, continue-dur. Bunlar olur. Tamam. Bu da belə. Deyir ki, verilənlər bazasında Python invertərdəki bunu da qaralaram. Sırf bu sən qar istəyirəm deyə bunu işarə edirəm. Sualda problem yoxdur. Yəni, buradakı sualların çoxunda problem yoxdur əslində. Sırf mənim göz zövqümlə əlaqədar problemim var. Əsasən, sorğu nəticəsində tapılan yazıların ümumi sayını. Buna baxın nə gözəl görünür. Üstündən keçəndə hava mümkün olmasa da, yəni selektiv də qəşəng. Çox qəşəng görünür. Həqiqətən ləzzət edir adam. Yəni buna SS ata bilərəm. Amma bunun ləzzətini vermir mənə. Mövzu nədir? Deməli, miqdar 2-dən böyük olmalı. Bax, and var. Burada da or-la bir şey var. Ona görə miqdarı tapacağım. Ama çoxluğun kəsişməsi ilə əlaqədar bir mövzu olduğunu
Miqdarı 2-dən böyük olanda nədir bizdə? 2-dən böyük olanda 1-2. Tamam. Və kəsişmədən söhbət gəlsə, kəsişmə elementi burada nə varsa bununla kəsişmə çıxacaqdır. Yəni ortaq olan. 1-ə və 2-yə tətbiq edəcəm bu sorunu. Təyinatı dincəlmə olan, dincəlmə 2 qaldı. Or var deyə deyir ki, və ya təyinatı dekor olan. Elə bu da qaldı. Ümumi sayı neçədir ki? İmtahanda da bəsit bir şey düşür. Var, ciddən çox bəsit düşür. Gülünəcəyə qədər bəsit bir şey düşür. Python dilində verilmiş proqram fraqmentinin icrasından sonra x dəyişənin qiymətində. Gəlin o bir sual ki, fərqli yolunu göstərim. Məsələ nədir? Burada biz 1-2-ni tapdıq. 1, 2. Bu deyir kəsişir, ənd kəsişmə demək. Burada mötərizə verib mənə. Və burada deyir dincəlmə. Dincəlməm nədir? Mənim 2 ilə 4-üm. Bir bunun birləşməsi. Təyinatı dekor. Dekor da məndə 1. Tamam. Mötərizənin içi birinci olacaq deyə bunun cavabı bizdə qalır. 1-dir, 2-dir, 4. İndi bununla bunun da kəsişməsi gördüyümüz kimi olur. Tamam, belə baxa bilərsiniz. Python ilə verilmiş proqram fraqmenti zamanı üstə. Proqram fraqmenti icrasından sonra x dəyişənin qiymətini müəyyən edir. İndi o çaşdan məqam budur ki, siyahını list eləyəndə nə olur? Ciddi maraqlı bir sualda. Siyahını list eləyəndə yoldaşlar, bunu mən qəsdən salmışam əslində qalanda. Bax, fikirləşin ki, A bərabərdir, false. Və mən sizə desəm ki, B bərabərdir string A. Yəni, stringə çevirəndə nə olur? İş nə dəyişir? Bir dəyişən tipini özünün funksiyasına atanda elə özü qalır. Maraqlıydı da bu. Yəni, deyir ki, bunu string kimi təsvir edir. Onsuz da string. List funksiyasında belə bir dənə xüsusiyyət var ki, elementləri olan bir şey varsa, onun elementlərini ayrı-ayrılıqda. Məsələn, burada əgər list yazılmış olsaydı, ayrı-ayrılıqda bizə qaytarır. Yəni, bu deyir ki, bunun özü nə idi? O, 4 var idi, düzdür. Götür bu 4-ü ayırdı. Sonra 7-ni də ayırdı. Bu list onu elə qaytarır. Amma bizim buradakı elementlərimiz ayrı-ayrılıqda olduğundan hər birini qoyanda elə yenə də list qayıdacaq. Hansı ki 5, sonra 1, sonra 5, sonra 2, sonra 1, sonra 3, sonra 3 qayıdacaq. Onun sayını istəyir avtomatik olaraq buradakı sayı da bizdə 2, 4, 6, 7. O da olacaq iyi variant. Bəs bir sualdır. Nə ola bilər ki, məsələn? Bunu çapda necə eləyəcəyik onu fikirləşirəm. Çünki imtahanda da alt-alta çap olan sual var idi. Yəni, burada qəşək görünür. Alt-alta çap üçün. Hətta fikir verirsiniz, burada da katekst deyil olur. Yəni, 1-2 belə deyil də görüntü qəşək. İcrasından sonra ekrana nə çap olunacaq? Ola bilər ki, biz test blanklarında variantları da belə çərçivəli verdik PDF-in olmağında. Bilməm, yəni onu ki. Həm uşaqlara rahat olsun. DIM təcrübəsi adı ilə deməyin. Yəni, maksimum dərəcədə öyrədici bir kriteriya lazımdır. DIM-də variantlara baxırsan, məsəl üçün deyəm də, HTML kodu və s. istəyir. A ilə B, A harada qutardır, B harada başlayır, tutmaq çətindir. Bizdə burada çərçivə mexanizmi var deyə rahat. Mən rahat qoymuşam. Amma çərçivə mexanizmi olmasa, bu yığışsa və bunlar da yaxınlaşsa, indi oradan baş çıxır. Həddən artıq ağır bir göz fəsadı yaradır. İcrasından sonra ekrana çap olunacaq. Breakli continue bir sual var. İndi break nədir, continue nədir? Breakdə dayanırıq, continue'da davam edirik. Belə çıxır ki, dayanırıqsa, diqqət edin, dövrün içərisində bizdə print var. Deməli, 7-ni görəndə artıq mən bunu işə sala bilmirəm. Continue'da deyir ki, 4-ə bölünən dəyərlərdə aşağıya getmə, yuxarıya qayıt. Continue yuxarıya qayıt demək. Yəni deyir, bura qayıt, növbəti edir. Belə çıxır ki, biz 2-ni çap eləyəcəyik. Çünki nə continue gir, nə break-ə. Bizə elə dəyər lazım ki, break 7-də dayanacaq deyə, yəni 7-dən sonraya baxmağa ehtiyac yoxdur. Nə olsun 8-dən girə bilir? 7-dən sonraya ehtiyac yoxdur. 7 belə ehtiyac yoxdur. Yəni 7-yə qədər ki, hissədə, hətta 7-də daxil olmaq var. 4-ə bölünməyən dəyərləri yazacağıq. 3-dür, 5-dir, 6-dır, 2, 3, 5, 6. Bu da bizdə oldu A variantı. Keçdik növbəti suala. Demək olar bitir, yekunlaşdıq. Mən də bitirəm artıq. Sabah saat 8-dir. 8 və əslində 9-un yarısını işdə olmalıyım olsun. Məntiq əməli üçün doğru mülahizəni müəyyən edin.
Ağır söhbət. Məsələ budur ki, bu məntiqi konjunksiyadır. Düzdür. Məntiqi vurmadır, riyazi olaraq konjunksiya adlanır. Conjunction. Yəni birləşdirmə. Bunların kəsişmə nöqtəsini tutmağa çalışırıq. Yalnız hər iki mülahizə yalan olduqda nəticə doğru olur. Hər iki mülahizə yalan olduqda. Bu əslində not and deməkdir. Not and. Danışarız. Hər ikisi yalan olduqda. Bunu table ilə götürür. Yalnız hər iki mülahizə doğru olduqda nəticə doğru alınır. Bizim cavabımız bu. Hər iki mülahizə yalan olduqda nəticə yalan. Bütün digər hallarda doğrudur. Belə bir şey var. Deyir ki, hər iki mülahizə yalan olduqda yalan. Qalan bütün hallarda doğrudur. Yəni bu 1-1 varsa 1-dir, 1-0 varsa 1-dir, 0-1 varsa 1. Bu bizdə ordur. Diqqət eləyin. Toplama mənə oxşuyur, düzdür. Məntiqi toplamadır bu. Disjunksiyadır. Burada kimsə deyə bilər 2 vermir, 1 verir. Məntiq maksda 1 deyə avtomatik çox şey eləmir. İzah eləyə bilərəm. Hər iki mülahizə fərqli qiymətlər aldıqda nəticə doğru olur. Bu nədir? Yəni deyir ki, ikisi də fərqli olsa, bu bizdə ekskluziv OR gedir, XOR əməliyyatı deyirlər, XOR da deyirlər, belə yazılan bir şey. Tamam, biraz belə də. Bəzilər başa düşməyiz belə. Bir də çaşdan məqam odur ki, Python'da o əməliyyatın işarəsi buradakı kimidir deyə. Görürsən, Python bilən uşaqlar qarışdırır ki, niyə də? Giriş mülahizələrinin qiymətindən asılı olmayaraq nəticə həmişə doğru olur. Bu elə true'dur. Bu çox da şey eləməyə ehtiyac yox. Belə olur. Giriş mülahizə birbaşa tutur. Başqa bir şey. Yəni bütün vəziyyətlərdə bir qayıtması üçün sadəcə özü true'ya bərabər olmalıdır. Yəni məntiqi düzgün. Gəldik bura. Alqoritmin hər bir addımının birmənalı şəkildə dəqiq və aydın olması, icraçıda heç bir şübhə yaratmaması onun hansı xassəsidir? Müəyyənlik üstündə durmuş. Buradan gəldik. Variantlara və s. da baxa bilərsiniz ki, nə düz yazmışsınız, səhv yazmışsınız falan falan. Tam cavablarına 50 dənə artıq düzəlir. Burada bizdə cari sual, sayıda baxır, işarələnin. Yarım saatımız qalıb, onu bitirirəm mən burada. Səhv yazdığım sual varsa oradan bir dənə baxarıq. Elə vəziyyət yaranır. Məndə var deyə problemsiz işləyə biləcəm. Suallara əgər cavabları səhv əlavə eləməmişəmsə, buradan düzgünlüyü düzəltməyə çalışaram. Özüm də düzəldirəm orada. İstər-istəməz. Mənim cavabım budur. 1-4-6 vermişəm. 2-3-4 vermişəm. Bu deyir 1-4-6. Düzgün cavab. Yox. Mən düz qeyd eləmişəm. Onu düzəldərəm özümdə. Sonra başqa nə var? İstər-istəməz də əllə daxil edirik. Gözdən qaçır. Çox şey olur orada. Mənim cavabım 2-dir. Burada 4 qeyd olunub. O nətər alınıb onu bir Allahdan nəsib bilmir. Bu ələri istəyirmişəm mən. İnanın doğrudan vərəqə əllə yazmışam bunu və mən onun şəklini çəkmişəm ki, Gemini'yə mənə bunu yığ və yoxlamamışam orada. Orada A-ları istəyirdim, ələri yox. Onu düzəldərik. Çünki əylə anı seçmək çətindir bu şriftdə. Ciddi çətindir. Onu düzəldərəm. 27-də 4-dür. Bir say sistemində birlərin sayını tapın. Nə? 27-də 1-4. Yəni bir dəfə yoxlayaq. Bu 519-dur. 519-da bir dəqiqə.
2 üstünə 9 üstə gəlmiş 2 üstünə 2 üstə gəlmiş 2 üstünə 2 üstə gəlmiş 2 üstünə 0. Bu 10 rəqəmli bir ədəd 1, 2, 3, 4-ü çıxardanda birlərin sayını istəyirəm, mən sıfırların sayını tapmışam. Bu sıfırların sayıdır yoldaşlar, bu birlərin sayı. Sualı özüm düz oxumamışam ya problem. Mənim üçün sıfırların sayını istəyir. Birlərin sayı. Birlərin sayı 4 dənə, sıfırların sayı 6 dənə. İzah eləyəndə də onsuz elə izah eləmişik. Bu 27 iddia düzdür. Sonra bizdə nə var? 31. 31-də problem varmı? Python yazmış proqram nəticəsini müəyyən edir. Məncə burada mənim problemim olmamalıdır. Yəni bir dəfə də yoxlayaq bunu. Deməli bu 3 idi. Mən elə gəl ki, düz getmişik. Ola bilər insanlıq halda yaşıyor. S bərabərdir 3 idi. I burada boşdaydı. İndi bunun girişləri nədir? 3'dür, 7'dir, 11'dir, 4 geridir. Sonra bir də 15 var, girməyəcək. Mənə deyir ki, bunun üstünə i'nin isə bölünmüşün gəl. Yəni 3'ün üstünə 3 bölünmüş 2 gəldi 4 edir. İndi gəldim bura. Deyir ki, 4'ün üstünə i'nin 3'ə bölünmüşün gəl 5 edir. İndi gəldim bura. Deyir ki, 5'in üstünə niyə 8 yazmışam? 5'in üstünə gəl bunu. Bir dəfə də yoxlayaq. Ola bilər ki, məndə texnik xəta yoxdur. Mən burada səhv hesablayıram. Yetdi. Mən tutsamışım. Cavabı verəndə ola bilər insanlıq halıdır. Variant səhv etmişəm. Ya da ola bilər Gemini düz oxumuyor. Burada problemlərimiz olur. Həqiqətən çox ciddi problemlərimiz var ondan bağlı. Bu düz verə bilmir. Hə, bu mənim xətamdır yoldaşlar. Orada yazanlar. Geri eləyəndə göstəreyim. 39. Dalı elə. Yəqin ki, videoya da düşüb. Burada dalı elə gedəndə yəqin gələr olsa. Mən gələcəyə yox. Burada variant seçəndə mən səhv seçmişim. Fikir verin. 1, 3, 5 yazmışam bura. Mən səhv seçmişəm bura. Yəni düzgün cavabı düzgün verir. Yəni bu şəkildə görə bilirsiniz. Hətta bu şəkildə də eləyə bilirsiniz. Deyək ki, PDF yüklü hissəsindən buradan da baxa bilirsiniz. Səhv düz nədir? Bu artıq bizə ehtiyac yox. Buradan da baxa bilirsiniz. Səhv düz nədir? Nəticəvizi görə bilirsiniz və s. da baxır. Sonra sertifikat təbii ki, yerləşdirməmişik burada. Amma mexanizm, sistem və s. diaqram var. Buradan görə bilirsiniz ki, statistikamız nədir? Bu formatda da fənlər diaqram şəklində görə bilərsiniz. Bunu şəkil şəklində yükləyə bilərsiniz. Sual tipləri olaraq da indi bölgünə həyata keçirməmişik, amma tip suallara da baxa bilirsiniz ki, Python sualı və s. da baxır. O da gərək mən sualı yükləyəndə yuxarıda qeyd edeyim. Səhv turuna başlayanda sırf səhv sualları görürsünüz burada. Hansı səhv suallarınız varsa, bayaq eləmişdim vəziyyətə diqqət yetirin. 13-cü sualdır, birinci səhv sualın, ikinci səhv sualım 19-dur. Yəni bu şəkildə bunu həyata keçirə bilirsiniz. Rahatlıq, həqiqətən rahatlıq. Maksimum dərəcədə müəllim və şagird heyətinin əziyyət çəkməyəcəyi bir şey eləməyə çalışmışam. Burada təbii ki, çap et düyməsi ola bilər ki, sizdə aktiv olmasın, mən adminəm deyə burada aktivdir. Yəni öz imtahanımda o mənada deyirəm. Biraz belə yüklənmə vaxtı gedə bilər. Özünüzdə görürsünüz ki, belə bir şey var. Ya bu imtahanı çıxartıb çap eləmək bizdə nəyə görə lazım olur deyə görürsən ki, real kimə seçdirəcəksə də ehtiyacdır. Bu qədər yoldaşlar, ümid edirəm ki, anlaşıqlı bir izah idi. Öz səhvlərimizi də gördük, belə qeydlərim, işarələrim və s. da var. Onları da düzəldəcəm Allah'ın izniyle siz işləyənə kimi. Sağ olun, sağlıqlı qalın.